Bismillah. İki başlıq altında kiçik bir xatırlatma edəcəyəm. Allahın izni ilə diqqətlə dinləyək, düşünək, nəfsimizi hesaba çəkək, sonra isə yaxın bildiklərimizlə paylaşaq, Allahın izni ilə bir daha xeyrin insanlara çatmasına səbəb olaq. Birinci başlıq, qiyamət günü niyə çətin bir gün olacaq? İkinci başlıq, ölümün 3 ədəd tərifi. Qiyamət günü niyə çətin bir gündür? 1. Dəhşət verici mənzərələr olacaq. İnsanın dayana bilməyəcəyi hadisələr yaşanacaq. 2. İnsan tamamən tək və müdafiəsiz qalacaq. Nə mal, nə dəstək, nə də sığınılacaq heç kimsə olmayacaq. 3. Hər kəs hesaba çəkiləcək. Gerçəklər açığa çıxacaq. Edilənlər soruşulacaq. Əməllərin qarşılığı şəffaf ədalətlə ya mükafat, ya da cəza olaraq veriləcək. Ölümün 3 ədəd tərifi var deyirlər. 1. Ölüm bir daha ölməmək üzrə doğulmağın adıdır. 2. Ölüm hər kəsin kiraya qaldığı dünya evindən axirətdəki çıxarışlı evinə köç etməsidir. 3. Ölüm dünyada işlənən naxışların axirət güzgüsünə keçməsidir. Allah xeyrə faydalanan qullarından etsin. Allahumma amin. Subhanaka Allahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və etûbu ileyk.